arası. Bunun sizdə bu rahat bir 35-40 var. Deməli, uyğun olaraq bu girəni bura qaldırmaq lazım olacaq. Yəni, bir 10 cm yuxarıya ayaq. Necə qaldırıb, kəsəcəksiniz? Necə qaldırım deyim sizə. Deməli, bu şəkildə bir markirovka olunacaq da öncəliklə. Bu köçəcək bura. Hə? Elə ki, süd vəzinin bu sahələri qalacaq. Bax, bu sahələri qalacaq. Düzdürmü? Bu sahədən də ola bilər ki, bir buz buraya qalsın, və ya ki, heç qalmasın. Bu sahə tam çıxacaq. Bu sahə tam çıxacaq. Yəni, elə ki, buradan aşağılar gedəcək, buradan yuxarılar qalacaq. İndi bu tikişlər görürsünüz, bunlar ortaya gəlib belə birləşəcəklər. Uyğun olaraq sizdə belə bir tikiş qalacaq. Bir bu, bir də bu. Yəni, bu alt tikişdir və bu hissənin tikişdir. Bu altı budur. Bu iki dənə belə gedən tikişləri bir-birinə gətirib tikəcək. Bir dənə bu tikiş qalacaq. Yəni, sizin ixtisasınızla uyğun olaraq mən sizə başlayacaq. Çünki siz onun başa təzada görürsünüz bunu, yəqin ki. Düzdürmü? Belə ki, bir belə kəsmişəm, bir belə kəsmişəm. Ortasını çıxardıb, bunları gətirib burada tikmişəm. Bildiniz? Belə gətirib. Bu qalır altda görsənmir, kolun altına düşür. Düzdür, əməkdən səhərsi görsənmir. Amma sonradan necə görsənmir. Bu xət həmişə görsənir. Bu xətdə areolanın qırağında düşür deyənə, qara yerinə də belə deyək. Bu xət görsənir. Yəni, əsas, amma bu xət həmişə görsənir. Bunu soran biraz belə... Yəni, o sizi çox incidən qədər... Belə görünməyəcək. Yox. Yəni, siz ona görə verəcəksiniz. Əməliyyat olmuşdum, necə gəlir?